Bu yaxınlarda belə bir internetdə, Instagramda qarşıma çıxdı. Belə bir idmançıların daha tez dünyadan keçməsi və yaxud daha tez ürək-damar xəstəliklərinin tutulmasına əlaqədar və onlar da əlaqələndirirlər ki, ifrat çox idmanla məşğul, əzələni çox yükə saldıqları üçün indi dediyiniz bu mənada da təsdiqini tapır. Sizin özünüzün münasibətiniz necədir? Çox aktivlik, idman hərəkətləri. Burada təbii ki, idman növündən asılıdır ki, insanların hansı idman növü ilə məşğul olur və bununla professional şəkildə mi məşğul olur, yoxsa hobi olaraq məşğul olur. Təbii sadəcə əzələ çıxartmaq üçün məsələn məşğul olur. Və burada təbii ki, istifadə etdiyi bəzi dərman preparatları da olur ki, bunlara tamamilə qarşıyıq. Bədənin suyunun azalması, əzələlərin daha çox önə çıxması üçün xüsusi diyet proqramları var ki, onlara keçirlər və burada siz təsəvvür edin ki, 2 sahada belə 1 kilonu verə bilərlər. 2 saat ərzində əzələnin qocalmasına gətirib çıxardır. Yəni tez bir zamanda daha sürətli qocalmasına gətirib çıxardır və ona görə də biz fiziki aktivliyi həyatımıza qatırıqsa, bu belə qədərində olmalıdır. Azı qərar, çoxu zərər.